Novruz ənənəmiz var. Biz əlimizə qılınc alıb düşmüşük bu səməninin canına, bu paxlavanı, bu şəkərvanı. Nə ilə izah edirlər? Bu bütpərəstlikdir. Axı hansı ağlı başında olan adam səmənəyə büt kimi yanaşır? Düşüncə olmalıdır da. Əgər bu bütdürsə, bunu 10 gün, bayram qutaran 10 gündən sonra ən yaxşı halda bundan halva bişirirlər, aparıb baxır zibilliyə. Bunun nəyi bütdür? Mənim babam, babamın babası, babasının babasının babası bu səmənəni göyərdib. Yolunu azmayıb, namazını qılıb, nə bilim, İslamda olub, müsəlmançılığını edib. İndi nə baş verdi ki, gəldi bu 21-ci əsrin 3-cü 10 illiyində aləm dəydi bir-birinə və biz bu səməniyə qarşı səlib görüşü elan eləmişik. Əzizim, bu Azərbaycandır, bu Azərbaycanlıdır. Sən bunu bəyənmirsənsə, Azərbaycanlı deyilsənsə, çox dünən kimi Azərbaycanlı deyilən, imtina ilə get, nə bilim, Hollandiyalı ol, Amerikalı ol, sənə heç kim heç nə demir. Axı, sən bu səmənəni bizdən aldın, paxlavanı aldın, şəkərvuranı aldın, nə bilim, hər şeyimizi aldın. Nə verəcəksən əvəzində bizə?